Bismillahirrahmanirrahim. Biraz tövbədən danışaq. Allah Taala Qurani Kərimdə tövbənin şərtlərini açıqlayır. Bizim bu şərtləri bilməyimiz lazımdır. Hansı günaha tövbə düşür, hansı günaha tövbə düşmür. Nisa surəsinin 17-ci ayəsində Allah Teala buyurur: İnnemət tevbetu alallah lillezine ya'melune su'a bi cehaletin thumme yetubune min qaribin feulaike yetubullahu aleyhim ve kânallahu alimen hakîmâ. Buyurur, tövbə yalnız cəhalət üzündən pislik edənlər üçündür. Allah Teala cəhalətə əsasən günah eləyənlərin tövbəsini qəbul edir və sonra da yaxından tövbə edəni qəbul edir. Allah belələrinə qayıdır. Allah belələrinə yol açır. Allah yaxşı bilir. Allah hikmət sahibidir. Həmişə yaxşı bilib, həmişə hikmət sahibi olub. Alimlər buyururlar, buradakı cəhalət sözü bizim anladığımız cəhalət deyil. Yəni, ayə demək istəmir ki, bir nəfər cəhalət üzündən, yəni bilmədən günah etsə, onun tövbəsi qəbuldur. Adam bilmədən günah etsə, günah sayılmır. Bir əməlin günah sayılmasının bir neçə şərti var. Bir şərt budur ki, insan ixtiyari şəkildə günah edir, özü seçir günah etməyi, məcbur deyil, zərurət yoxdur, çarəsiz deyil. İkincisi, insan bu əməlin günah olduğunu bilir və edir. Əgər bir işin günah olduğunu bilməsə, elə bilsə günah deyil və onu etsə, günah sayılmır. Üçüncüsü, bu insan etdiyi işin həmin kateqoriyaya aydın olduğunu bilərəkdən günah edir. Bir misal çəkərək bunu izah edək. Bir stəkanda su var. Bir var ki, mən bilirəm bu su şərabdır və mən onu içirəm. Yəni, şərabın haram olduğunu bilirəm, bu bir. Şərab içməyin haram olduğunu bilirəm. Mənim stəkanımdakı suyun da şərab olduğunu bilirəm, bu iki. İxtiyarım da özümdədir, içə də bilərəm, içməyə də bilərəm, bu da üç. Bu üçü birləşsə bu günah olur. İndi bir stəkanda su var. Su şərabdır. İxtiyarım da özümdədir. Amma mən bilmirdim şərab içmək günahdır. Elə bilirdim günah deyil. İçdim. Günah etmişəm? Xeyr, günah etməmişəm. Ne üçün? Çünki bilmirdim. İkinci məsələ. Mənim qarşımda şərab var. Mənim ixtiyarım özümdə deyil. Şərabın da haram olduğunu bilirəm. Şərabın haram olduğunu bilirəm. Qarşımdakı şərabdır, amma ixtiyarım özümdə deyil. Məni məcbur edirlər onu içməyə. Məsələn, içməsəm güllələyəcəklər. Məsələn, içməsəm, deyək ki, bir xəstəliyim var, o xəstəliyin dərmanı başqa dərman yoxdur, öləcəm. İçdim onu, günah eləmişəm? Xeyr. Bir də var ki, şərab içməyin haram olduğunu bilirəm, ixtiyarım da özümdədir. Amma mənim stəkanımdakının şərab olub olmadığını bilmirəm. İçdim onu, günah eləmişəm? Xeyr. Mənim əməlim o zaman günah sayılır ki, bir, ixtiyarım özümdə olsun. İki, filan işin günah olduğunu bilim. Üç, mənim işimin həmin filan iş olduğunu bilim. Bu da üçüncü. Deməli, əgər bir insan bir işin günah olduğunu bilmədən onu etsə, o günah sayılmır. Bəs bu ayə nə demək istəyir?
İnnemət təvbətu alallah lillezine ya'malunə's-su'a bicəhələtin. Allah Teala tövbəni qəbul edir o adamlardan ki, cəhalət üzündən günah ediblər. Bunun mənası o deyil ki, mən bunun günah olduğunu bilmirdim. Mənası budur ki, mən o qədər əqli cəhalətim var mənim. O qədər həmaqətim var, o qədər səfahətim var, o qədər düşüncəsizəm, anlamıram ki, günahı etmək olmaz. Bu mənə çatmır. Deyirəm, nə olacaq ki? Günahdır, günahdır da. Allah bağışlayır. İnşallah yaxşı olar. Bir dəfə eləməklə bir şey olmaz. Elə pis günahım belə olsun. Bunları fikirləşərək günahı edirəmsə, bu mənim cəhalətimdir. Allah ilə düşmən deyiləm. Din ilə düşmən deyiləm. İnadkar deyiləm. Səhlənkaram. Nəfsimə uyuram. Allahın rəhmətinə arxalanıram və günah edirəm. Buyurur, belə günah edənlər, yəni Allahı rəsmən qəbul edirlər. Günahların ehtiramını başa düşürlər, haramlığını. Amma özləri ilə bacarmırlar. Bu özləri ilə bacarmamaq cəhalətdir, həmaqətdir, səfahətdir. Buyurur, bu şəkildə günah edənlərin tövbə imkanı var. İndi bir insan ola, ağlı başındadır, hər şey yerindədir, işin günah olduğunu da bilir, deyir ki, Allah, estağfurullah, Allah kim deyə mənə bunu qadağan eləsin, mən eləyirəm. Allah nə qədər haram eləsə, yenə eləyəcəm. Eləyirəm, yaxşı eləyirəm. Daha çox eləyəcəm. Belə insanlar artıq cəhalət insanları deyirlər. Bunlar inadkar insanlardır. Bunlar, belə deyək, israrla cəhənnəmə getmək istəyənlərdir. Bunların tövbəsinin qəbul olunması çox çətindir. Çox çətindir. Çalışın, inadkar olmayın. Deyin, ay Allah, üzr istəyirəm, səhv eləmişəm, özümlə bacarmıram, kömək elə mən bu günahı etməyim, günah edəndən sonra peşman olun. Əvvəla biz günah etməməliyik. Bu ən mühüm vəzifədir. Əli əleyhissalam buyurur, günah etməmək tövbə etməkdən çox-çox asandır. Günah etməmək tövbə etməkdən çox-çox asandır. İlk və ən mühüm addım budur ki, insan heç bir günah etməsin. İndi çaşdı bir və ya bir neçə günah etdi. O zaman özünə bəraət qazandırmasın. Özünü paka çıxartmasın. Allahı günahlandırmasın. Zəmanəni günahlandırmasın. Desin, ilahi səhv eləmişəm. İlahi mənə kömək elə, özümlə bacarım. Özü ilə bacarmamaq Quran terminində cəhalətdir. Yəni bunun ağlı o qədər işləmir ki, cəhənnəmi başa düşsün, cənnəti başa düşsün, Allahın rizayətini başa düşsün. Başa düşsün ki, mən insanam, mən bəndəyəm, mənə yaraşmaz bunu eləmək. Öz ləyaqətini başa düşmür. Öz ləyaqətini başa düşməkdə cahildir. Cəhalət bu anlamdadır. Nəinki günah olduğunu bilmir. Günah olduğunu bilməsə günah deyil ki. Günah o işə deyirlər ki, mən bilərəkdən edirəm. Günah olduğunu bilir, amma bilmir ki, mən insana yaraşmaz bunu etmək. Bilmir ki, Allahdan ayıbdır. Bilmir ki, cəza şiddətli olacaq. Bilmir ki, cəzaya dözə bilməyəcəm. Bunları anlamaq qədər ağlı yoxdur. Buyurur, İnnəmət təvbətu alallah. Allah öz öhdəsinə götürür tövbəni. Kimin üçün? Lillezine ya'malunə's-su'a bicəhələtin. İki şərtlə günah edənlər üçün. Bir, ağlı o qədər kəsmir ki, bu pis işdən əl çəksin. İki, sümmə yətubunə min qaribin. Sonra da yaxından tövbə edir. Bu min qaribin haqqında da alimlərin fikri var. Yaxından nə deməkdir? Buyururlar ki, yaxından tövbə edir. Budur ki, dərhal tövbə edir, tövbəni təxirə salmır. Bəzi hədislərdə var ki, 7 saat günah yazılmır, tövbə eləməsə sonda yazılır. Bəzi alimlər buyururlar ki, bunun mənası budur ki, ölümdən öncə tövbə etməyə fürsət tapır. Çünki ölüm gələndən sonra, ya günah etməyi bacarmayandan sonra tövbə eləmək, ya o cür dərin tövbə deyil ki, Allah
bəyənsin ya da ki, heç tövbə deyil. Yəni bir nəfərdir cavanlığında bacardıqca oğurluq edirdi. İndi enerjisi qalmayıb, oğurluq edə bilmir, deyir tövbə edirəm. Bu tövbə deyil, sadəcə bacarmır. Artıq bacarmır. Belə yox. Bacardığı vaxt, nə qədər ki gəncdir, nə qədər ki enerjisi var tövbə etsin. O demək deyil, qocaların tövbəsi qəbul deyil. Amma qocaların da hansı tövbəsindən söhbət gedir? Məsələn, bir adam qocalıb, artıq 70-80 yaşa çatıb, artıq bəzi günahlar edə bilmir. Deyir, mən bu günahlardan tövbə edirəm. Bu yox. Amma bacardığı günahlardan tövbə edirsə, hansı yaşda olur olsun, Allah qəbul edir. Belələri üçün tövbə qəbuldur və ya ən azından bu iddianı edə bilirik bu ayədən, belələrinin tövbəsi dəyərlidir. Ola bilər başqalarının da tövbəsini Allah qəbul edir. Amma o tövbə ki, insanı tamamilə pak edir. Elə bil ki, indi dünyaya gəlib. O tövbə ki, insan onu edəndən sonra Allah Teala buyurur, bunun günah etdiyi zamanları yazın bu savab edirmiş. Yubəddilillahu seyyiatihim hasenat. Yubəddilillahu seyyiatihim hasenatin. Allah Teala onların pisliklərini yaxşılıqlara çevirir. Bu tövbənin şərtləri məhz bu